Bu səfər torpaq əlində, bahar ürəyində yarmarkasında oğlum Uğurla birlikdə Meksikan ice cream tacosu sınadıq. Azərbaycanda ilk dəfədir ki, bu qədər fərqli bir dondurma ilə qarşılaşdıq. Dondurmalı taco vafli xəmirindən hazırlanır, sonra içi ləzzətli dondurma ilə doldurulur. Üzərinə isə sos olaraq Nutella əlavə olunur. Sonda isə istədiyiniz şirniyyatlarla bəzədilir. Dadına isə söz yoxdur. Həm fərqli, həm də inanılmaz dadlıdır. Əgər fərqli bir dondurma təcrübəsi yaşamaq istəyirsinizsə, mütləq bura baş çəkin. Uğurla özümüzü saxlaya bilmədik. Bu fərqli dondurmanı da sınadıq. Mənim kimi tez-tez şirniyyat krizlərinə girənlər bu dadı çox sevəcək. Xırt-xırt vafli, içində yumuşaq dondurma, üstündə axan Nutella, sözün bitdiyi yer. Oğlum Uğurla biz ice cream taconu çox sevdik. Bəs sizcə bu dondurmanı sınamağa dəyər? Like etməyi və yorum yazmağı unutmayın.